etibarnamə avtomobil idarə etmək üçün bizə lazımdırmı, ləğv edilməlidirmi və yaxud da ləğv olunarsa hansı formatda ləğv oluna bilər? Dünyada bu sənədə yanaşma necədir, hansı təcrübələr var və biz nələrə əl ata bilərik ki, bu sahədə bir faydalı nəticə əldə olunsun. Yəni bu etibarnamə artıq, mən həmişə buna etibarsız bir sənəd deyirəm, avtomobil idarə etmədə yəni, mahiyyətini itirmiş bir sənəddir. Sadəcə indi görünür, bu işdə yaxşı pul var, kimsə bundan əl çəkmək istəmir və ona görə də etibarnamələrlə bağlı məsələ hələ də qüvvədədir. Notarial kontorlara girirsən, 10 nəfərdən 8-i avtomobil etibarnaməsi ilə məşğul olur. Ona görə müraciət edir və dünya artıq dəyişib. Biz hələ də bu Sovet dövründən qalma şirinlərdən çıxa bilmirik. Əslində, yəni etibarnamənin yaşı çoxdur. Yəni, desək ki, nə bilim, 50 ilin, 60 ilin yox. Bəlkə də aşağı yuxarı hesablasan 5000 il yaşı var. Hətta bizim eradan əvvələ qədər gedir bu sənədin tarixi. Yəni, o dövrdə də insanlar etibarnamə ilə bir-biri qarşısında müəyyən öhdəliklər yaradıblar, hüquq yaradıblar, vəzifələr yaradıblar. Amma bu mövzumuz ümumi etibarnamənin ləğvi məsələsi deyil. Mövzumuz ümumilikdə avtomobil etibarnaməsi məsələsidir. Məsələn, absurd bir məsələdir də, yəni evdə ər-arvad arasında etibarnamə lazım olur. Bu kimə lazımdır? Nə üçün lazımdır? Bərəkətli olsun adından bir profil yazıb, salam, aleyküm salam. Ər-arvad arasında etibarnaməyə bir müddət əvvəl son qoyulmuşdu ki, nikah kağızı ilə məsələ öz həllini tapa bilər. Sonra bu nikah kağızı məsələsi də qaldı kənarda. Konstitusiya məhkəməsi bir rəy verdi ki, yox, ər-arvad arasında birgə nikah dövründə əldə olunmuş nəqliyyat vasitəsidirsə, o halda şəxs notariusa yenə getməlidir. Ər-arvad gedib orada təsdiqləməlidirlər ki, bəli, biz bu əmlakı birgə nikah dövründə almışıq. Yəni, bunu təsdiq edəcək sənəd verir bizə. Notarius götürüb təsdiqləməli ki, bəli, ər də gəldi, arvad da gəldi. Burada təsdiq etdilər ki, onlar bu sənədi birgə nikah dövründə əldə ediblər. Mən də buna belə izah verirəm ki, rast ki, bu adamlar ora gedir. Daha neyinirlər ki, ikisi də ora gedir? Belə ər gedib, arvadın şəxsiyyət vəsiqəsini versə ki, mən bu xanıma etibar etmək istəyirəm maşının sürülməsini, notarius onu təsdiqləyəcək və yaxud da arvad gedib ərinə şəxsiyyət vəsiqəsini göstərib etibarnamə verə bilər. Bu daha asandır. Nəinki gedək əmlakımızı bir yerdə təsdiqləyək və nə bilim, ağır-ağır proseslərdən keçək. Yəni, bu biraz oyuncaq bir qərara oxşadı. Çox məntiqsiz bir qərara oxşadı. Yəni, bugün onunla bağlı çox ciddi problemlər var. Ona görə biz tərəfdaşı olduq bu mövzunun ki, ümumiyyətlə, avtomobil etibarnaməsinin ləğvinin bugün vaxtı çatıb. Niyə çatıb? Çünki artıq bu sənədin elə bir əhəmiyyəti yoxdur. Hər yer doludur xüsusi texniki vasitələrlə. Bu sistem aktiv şəkildə işləyir. Məsələn, Avropada bir çox ölkələrdə qayda belədir. Texpasport kimin əlindədirsə, maşın sürmək səlahiyyəti də ondadır. Cərimə ilə bağlı avtomobilin sahibinə bildiriş gələndə, avtomobilin sahibi də müəyyən məlumatları doldurur ki, həmin tarixdə avtomobilin mən yox, əli sürüb. Əli də təsdiq edir və salam, bitdi, getdi. Bizdə necədir vəziyyət? 5 nəfərə etibarnamə verilir, hamı o maşını sürür. Sonra indi 6-cı nəfərə də etibarnamə verəndə, bu 5 nəfərin bütün xətalarının cəriməsi gedir o 6-cının üstünə. Bu 6-cı qalır ortalıqda. Ay aman qoymayın, bəs mən zibilə düşmüşəm, cərimələrim şişib, mənə kömək edin. Yaxşı, necə kömək edək? O 5 nəfər gəlib izahat verməlidir. 5-i də ki, həqiqətən biz təsdiq edirik ki, fələn gün, fələn tarixdə saat 3-də Məmməd Əli sürüb maşını. Məmməd Əli də gəlməlidir. Təsdiq eləməli ki, bəli, düz deyir, mən sürmüşəm. Qardaş, bu nə deməkdir? Bir dənə 10 manatlıq cərimədən ötürü bu qədər insanı narahat etmək nəyə lazımdır? Bizim e-polis xidməti var. Daxili İşlər Nazirliyi rəhbərliyinə mən sonsuz təşəkkürümü bildirirəm ki, bu innovasiyaların, texnologiyaların tətbiqində ən qabaqcıl addımları atır. Məsələn, portal oradan vura bilirik, Qarabağa, işğaldan azad olunan digər ərazilərə gedə bilirik.
Eyni zamanda bu cərimələrlə bağlı bildirişlər, məlumatlar və s. bunları da əldə edə bilirik. Əladır, gözəldir. Bu e-polis vasitəsilə biz bir kəlmə yaza bilərik ki, polis bunu görsün. Bu tarixdə maşını filankəs götürdü. Filankəs də deyir ki, vizual şəkildə bir şəkil çəkib qoya bilir ki, bəli, mən sürürəm, hal-hazırda mən sürürəm. Yəni, bir 3 gün, 3 ay, 3 il mən sürəcəm. Bunu mən təsdiq elədim. Bəs salam, cərimələr də gedir həmin adama, onun sürücülük hüququ orada təsdiqlənir, var, yoxdur, vəsiqəsinin müddəti bitib və s. Bununla da məsələ qutarır gedir. Məsələn, Özbəkistanın maraqlı təcrübəsi var. Ər, arvad, qardaş, bacı, nənə, baba, ata, ana, bunlar arasında ümumiyyətlə etibarnamə yoxdur. Sadəcə girirlər sığorta sistemində bir dənə qeyd yazırlar ki, bu maşını hal-hazırda filankəs sürür. Vəssalam, maşının etibarnaməsi lazım deyil. Maşının sığortası kifayət edir. Və sığorta bildirişi də bütün bazalarda görsənir. Digər qurumlar da bunu rahat görə bilirlər. Hadisə olanda təbii ki, sığorta şirkəti 3-cü şəxs qarşısında məsuliyyəti sığortalayıb. Yəni, maşın qəzaya düşüb, bu günahkardır. Bunun vurduğu maşına sığorta ödənişi eləyir. Və sonra da araşdırır ki, bəli, bu qanuni şəkildə sürücü hüququ olan şəxsdir. Sistemdə də maşını sürməmişdən qabaq qeydiyyatdan keçib. Ona görə heç bir problem yoxdur. İndi gəlsək bunu Azərbaycan variantına, sığorta şirkətləri başlayacaq bizim dərimizi soymağa ki, yox, nə danışsan, sən orada bir dənə hərf səhvi eləmişsən, burada düz gəlmir. Əni nə bilim E yazmışsan, E-ni nə bilim niyə A yazmışsan, başlayacaq belə problemlər, süni problemlər yaratmağa. Ona görə biz bu etibarnamə məsələsindən bağlı ən optimal variantları seçməliyik. Ailə üzvləri arasında ümumiyyətlə buna ehtiyac yoxdur. Kim xəta törədib, informasiyanı versin vizual şəkildə. Lap bir qısa video qoymaq olar ki, mən Əliyev Vəli Pirvəlioğlu təsdiq edirəm ki, həmin tarixdə maşını mən sürmüşəm. Vəssalam, cərimələr də yönləndirilir ona və yaxud da imtina edir, yazır ki, imtina edirəm, həmin tarixdə yox, mən başqa saatda sürmüşəm, ona görə filan cərimə ilə mən razılaşmıram. Yoxsa 10 manatlıq cəriməyə görə get şəhər yol polisinə. Yox, orada deyirlər ki, yox, bizlik deyil, get Xırdalana. Xırdalana da get. Adam da 10 manatı getdi, özü ödəyir ki, qardaş, təki bu mənim vaxtımı almasın. İnanın, nə qədər insanlar var ki, bax o mənasız sənədə görə boş-boşuna başqalarının cərimələrini ödəyir. Düz indi bal olanda razılaşmırlar, gedib haykü salırlar ki, burada bal var, mən istəmirəm üzərimə düşsün. Ona görə də bu məsələ biraz mübahisə yaradır. Ancaq ümumilikdə etibarnamə ilə bağlı bu mövzunu biz istəyirik ki, bitirək. Təsəvvür edin. Əmlak üzərində müəyyən hüquqlar var, ər və arvad arasında müəyyən hüquqlar var. Və bu yaxınlarda biz bir verilişdə bir xanım vəkillə bu məsələni də müzakirə etdik. Sonra verilişdən sonra xanım vəkil bildirdi ki, çox ciddi problemlə üzləşirik. Ər-arvad arasında avtomobil alqı-satqısı ilə bağlı hər hansı bir hüquqi qüvvə yoxdur. Deyək ki, ər evi satanda arvadın icazəsi lazımdır, uşaqlar da həmçinin. Bağın, torpağın satır, həmçinin. Yəni, alqı-satqında bu proses gedir. Amma avtomobil satqısında nə arvadın adına olan maşın satırsa ərdən icazə lazım deyil, ərin adına olandırsa arvaddan icazə lazım deyil. Yaxşı, onda nə baş verir? Baxın, bugün bilirsiniz, ölkəmizdə çox təəssüflə bunu deyirəm, boşanmaların sayı yüzlərlə, minlərlə də artır. Elə ki, ər hiss edir ki, arvadla boşanma üzrədir, vəkil filan tutulmamış, qaçır tez maşını satır, pulu da qoyur cibinə, başlayır rahat-rahat gəzməyə. Məhkəmə prosesində də deyir ki, iddiadan qabaq ehtiyac yarandı, satdıq, pulu da xərclədik, getdi. Qadın qalır belə çıxılmaz vəziyyətdə. Sübut edə bilmir ki, mənim razılığım olmadan bu maşını satıb. İndi neçə dənə vəkil, savadlı vəkillər var, sağ olsunlar. Müraciət ediblər, məhkəmədə məsələ qaldırıblar, sübut ediblər ki, bu boşanma ərəfəsində bu kişinin, belə deyək də, dırnaqarası ağıllı davranışının nəticəsidir. Nəm indi atası deyib ki, bala, apar maşını sat, qoy onlara bir qəpik də düşməsin. Nəm ana öyrədir ki, ay oğul, maşını tez sat, bu arabada heç bir qəpik də düşməsin. Amma hansı ki, bir cənicat dövründə əldə olunub, hər ikisinin orada hüququ var. İndi vəkil dostlar var ki, məsələ qaldırırlar ki, bəs bu proses niyə həllini tapmır? Niyə avtomobil satılarkən həyat yoldaşının da razılığı tələb olunmur? Bax, boşanma ərəfəsində yüzlərlə, minlərlə bax, bu cür mübahisəli məsələlər var.
Ona görə bax, etibarnamə əslində belə şeydə lazım olur ki, bəli, qadın bir etibarnamə versin, razılıq versin ki, mən bəli, razıyam, yoldaşım bu maşını satsın. Boşanma ərəfəsində artıq kişilər bu hərəkəti edə bilməsinlər. Yəni, ayıbdır da, sən illərdir, aylardır o qadınla yaşayırsan, sonra gəlirsən bütün hər şeyi o maşının üzərində qurursan ki, maşını satın pulu qoyum cibimə, arvada buradan heç nə düşməsin, ayıbdır, yəni. Bu, mənim fikrimcə düzgün yanaşma deyil. Bax, qanunda bu da bir boşluqdur. Dünyada car sharing deyilən bir xidmət yaranır da, avtomobil dəyişmə. Bu, bildiyiniz adicə skuterləri necə kiraya götürürsünüz? Yaxınlaşsansa parkın yanında skuter, QR kod oxudu, açıldı, sürdünüz, getdiniz. Bundan ötürü sizə heç kim etibarnamə vermirmi? Verir, yoxsa vermir? Vermir, əlbəttə vermir. Buna heç ehtiyac da yoxdur. Ona görə avtomobil idarə edilməsində bu cür məsələlər artıq öz həllini tapmalıdır. Və xüsusi texniki vasitələr var, şirkət bunu idarə edə bilirsə, deməli, bu etibarnaməyə ehtiyac qalmır. Mənim dəyərli dostum, hüquqşünas dostum Elsevər Musayev yazmış ki, əgər sırf boşanma ərəfəsində satılıbsa, avtomobil əqdin etibarsız hesab edilməsi barədə iddia qaldıra bilər müəllim. Bilirəm, yəni bir çox vəkil dostlarımız Elsevər bunu eləyib və alqı-satqını belə deyək də qüvvədən sala bilib. Amma problem onda nə baş verir? Maşını kimsə alıb, məhkəmə həmin maşına həbs qoyur ki, onu qaytarın, gətirin, satılsın, bölünsün. İndi bax, o bədbəxt olsun, maşını alanın günahı nədir burada? Əziyyəti o çəkəcək. Problem onun üstlərində qurulacaq. Narahatlıq doğuran məsələ budur.